Hiç düşündünüzmü? Hər gecə başımızı yastığa qoyanda əslində hara gedirik? Bədənimiz burada, yataqda hərəkətsiz qalır. Nəfəsimiz yavaşlayır, amma ruhumuz bədən qəfəsindən çıxır və sonsuz bir səyahətə başlayır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, yuxu ölümün kiçik qardaşıdır. Nə qədər dəhşətli və eyni zamanda nə qədər möhtəşəm bir bənzətmə. Hər yuxu əslində qısa bir ölümdür. Hər oyanış isə yeni bir dirilişdir. Bəs o sirli aləmdə nələr görürük? Bəzən gələcəkdən xəbər gətirən müjdələr, bəzən keçmişin qapanmayan yaraları, bəzən isə danışılması qadağan olunan, danışılarsa həyatımızı zindana çevirəcək qorxulu sirlər. Bugün sizinlə birlikdə o sirli pərdəni qaldıracaq. Bugün bu videoda yuxuların gizli dilini öyrənəcək. Niyə bəzi yuxuları suya danışmaq lazımdır? Niyə bəzi yuxuları ən yaxın dostuna belə demək olmaz? Həzrəti Yusifi quyuya salan yuxu nə idi? Və İmam Əlinin yuxular haqqında tükləri ürpərdən xəbərdarlıqları nələrdir? Yuxuları anlamaq üçün əvvəlcə bilməliyik ki, hər gördüyümüz görüntü yuxu deyil. Kainatın əfəndisi Həzrəti Muhammed sallallahu aleyhi və səlləm yuxuları 3 yerə ayırır. Bunu bilməyən insan zəhəri şərbət bilib içən kimidir. Birinci növ, nəfsin danışıqları, qarışıq yuxular. Gün ərzində nəyi çox düşünürsənsə, nədən qorxursansa, beynin gecə sənə onu göstərir. Acsan, yemək görürsən, susuzsan, bulaq görürsən. Bu yuxuların heç bir mənası yoxdur. Bunlar sadəcə beynin zibilləridir. Bunları yozmaq vaxt itkisidir. İkinci növ, şeytani yuxular, kabuslar. Bax, əsas təhlükə buradadır. Şeytanın insan üzərindəki əsas məqsədi nədir bilirsinizmi? Onu kədərləndirmək. Qurani Kərimdə buyurulur, gizli söhbətlər və pis yuxular iman gətirənləri kədərləndirmək üçün şeytandandır. Əgər yuxuda hündürdən yıxılırsansa, ilanlar, əqrəblər görürsənsə, əzizlərinin öldüyünü görüb ağlayaraq oyanırsansa, bil ki, bu şeytanın oyunudur. O sənin enerjini oğurlamaq istəyir. Və sən oyanıb bu yuxunu kiməsə danışsan, şeytanın planını tamamlamış olursan. Üçüncü növ, rahmani yuxular, sadiq yuxular. Bunlar Allahdan gələn müjdələrdir. Peyğəmbərliyin 46-da bir hissəsidir. Bu yuxular çox aydın olar. Oyananda insanı hüzur bürüyər. Sanki o hadisəni doğrudan yaşamısan. Amma ən böyük imtahan məhz bu gözəl yuxulardadır. Gözəl yuxunu hər kəsə danışmaq olarmı? Xeyr, qətiyyən xeyr. Gəlin görək, niyə? Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bu mövzuda çox dərin, çox sirli bir hədisi var. Bunu hər kəs bilmir. Buyurur, yuxu yozulmadığı müddətcə bir quşun ayağından asılıdır. Danışıldığı və yozulduğu an o quşun ayağından düşər və gerçəkləşər. Təsəvvür edirsinizmi? Gördüyün yuxu hələ formalaşmamış bir enerjidir. O havada asılı qalıb. Nə xeyirdir, nə şər. Onun taleyi sənin dilinin ucundadır. Sən onu danışdığın an ona bir don geyindirirsən. Əgər pis yuxunu danışsan və qarşındakı insan və ya elə sən özün onu pisə yozsa, o enerji dərhal maddiləşər və başına bəla alır. İmam Cəfər Sadiq buyurur, bəlanı dilinizlə çağırmayın. Yuxunu şərrə yozmaq qəzanı çağırmaqdır. Bir misal çəkək. Bir insan yuxuda görür ki, dişləri tökülüb. Qorxu içində oyanır. Əgər susarsa, sədəqə verərsə, bu yuxu ona toxunmaz. Amma götürüb anasına zəng edər, ana, yuxuda dişim tökülmüşdü. Anası da cahillik edib deyər, vay, diş tökülmək ölümdür, görəsən kim öləcək? Bitdi. Artıq o ox yaydan çıxdı. Siz öz dilinizlə o mənfi enerjini həyatınıza dəvət etdiniz. Buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əmr edir. Pis yuxu görən də sus, heç kimə danışma. Yuxunu gizlətməyin vacibliyini anlamaq üçün Qurani Kərimin Əhsənul Qəsəs adlandırdığı Yusif surəsinə baxmalıyıq. Balaca Yusif bir gecə möhtəşəm bir yuxu görür. 11 ulduz, günəş və ay ona səcdə edir.
Bu gələcəkdə onun peyğəmbər və sultan olacağının xəbərçisi idi. Oyanan kimi qaçıb atası Yaqub peyğəmbərə danışır. Atası Yaqub əleyhissalam nə deyir? Diqqət edin, oğlum, yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Şeytan insanın açıq düşmənidir. Sual yaranır, Yusifin qardaşları kafir idimi? Yox, onlar da peyğəmbər oğulları idi. Amma Yaqub bilirdi ki, həsəd, yəni paxıllıq elə bir xəstəlikdir ki, qardaşı qardaşa düşmən edər. O bilirdi ki, gözəl yuxunu qısqanc insana danışmaq o yuxunun nurunu söndürər. Bugün bizim həyatımızda da belə deyilmi? Sən yuxuda görürsən ki, gözəl ev almısan və ya işin düzəlib, səhər durub bunu paxıl bir qonşuya və ya səni istəməyən bir qohuma danışırsan. O sənə gülümsüyür, nə gözəl deyir, amma içindən niyə o, mən yox, deyə bir qara enerji göndərir. Və bir də görürsən ki, o işin düzəlmədi. O xeyir sənə gəlmədi. Səbəbkar kimdir? Sən özün. Çünki İmam Əli buyurur, sirrini qorumaq sənin əlindədir. Amma sirrini yaydıqdan sonra sən onun əsiri olursan. Yuxunu səhv adama danışmağın fəsadı haqqında tarixdə çox ibrətamiz hadisələr var. Peyğəmbərimizin dövründə bir qadın yaşayırdı. Əri ticarət üçün uzaq səfərlərə gedərdi. Bir gün bu qadın yuxu gördü. Evinin əsas dirəyi qırılır və uşağı tək gözlü doğulur. Qorxu içində Peyğəmbərimizin yanına gəldi. Rəsulullah gülümsədi və dedi, qorxma, evinin dirəyi qırılması ərinin səfərdən sağ-salamat qayıtmasıdır. Tək gözlü uşaq isə salih bir oğlan olmasıdır. Həqiqətən də belə oldu. Əri gəldi, oğlu oldu. Bir müddət sonra qadın eyni yuxunu yenə gördü. Yenə Peyğəmbərə gəldi, o yenə xeyrə yozdu, hər şey gözəl oldu. Üçüncü dəfə qadın eyni yuxunu gördü. Qaçıraq gəldi, amma bu dəfə Peyğəmbəri tapmadı. Yolda bədbin, cahil bir qadınla rastlaşdı və yuxusunu ona danışdı. O qadın dedi, vay, evinin dirəyi qırılıb, deməli ərin öləcək. Tək gözlü uşaq, deməli uşağın şikəst olacaq. Qadın ağlayaraq evə getdi. Və çox keçmədi ki, xəbər gəldi, əri ölmüşdü. Bu xəbər Peyğəmbərə çatanda çox kədərləndi və o məşhur sözü dedi, yuxu ilk yozanın dilindədir. Əgər o qadın xeyrə yozsaydı, xeyir olardı. Kaş ki bilmədiyiniz şeyi danışmazdınız. Əziz izləyici, yuxunuzu kimin ovucuna qoyduğunuza diqqət edin. Cahilə, bədbinə, paxıla yuxu danışmaq, öz hökmünü özün verməkdir. Bəs biz nə etməliyik? Gəlin, addım-addım Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin tövsiyələrini öyrənək. Gecə qorxulu, sıxıntılı bir yuxudan oyandınız. Qəlbiniz döyünür, tər içindəsiniz. Nə etməlisiniz? Sığının. Əuzu billahi minəşşeytanirracim və min şərli hədihir-rü'yə. Qovulmuş şeytandan və bu yuxunun şərrindən Allaha sığınıram, deyin. Çevrilin, yatdığınız tərəfi dəyişin. Sağdasınızsa sola, soldasınızsa sağa çevrilin. Bu, halınızı dəyişməkdir. Danışmayın. Səhər oyananda bunu unudun. Əsla, amma əsla heç kimə deməyin. Hətta suya belə danışmayın. Sadəcə unudun. Sədəqə verin. İmkanınız varsa az da olsa sədəqə verin. Çünki sədəqə qəzanı və bəlanı dəf edər. İndi isə gəlin ruhumuzu zirehə bürüyək. Gecə yatmazdan əvvəl bu qısa əməlləri etsəniz, Allahın izni ilə nə şeytan, nə də pis yuxular sizə yaxın düşə bilməz. Həzrəti Əli əleyhissalam buyurur, dəstəmazsız yatağa girən gecəni ölü kimi keçirər. Mümkünsə dəstəmaz alın və bu 3 surəni oxuyun. İxlas, Fələq, Nas. Gəlin birlikdə qəlbən bu duaları təkrar edək. Ya Rəbbim, bizi şeytanın vəsvəsəsindən qoru. Yuxularımızı xeyirli, oyanışımızı bərəkətli et. Bizi həsəd aparanların nəzərindən hifz et. Bu qısa zamanı dünya işlərinə yox, öz mənəviyyatına ayırdığın üçün sən çox dəyərlisən, əziz dostum. Ümid edirəm ki, bu video sənin üçün bir çıraq oldu. Artıq bilirsən, sir səninəsirindir. Danışsan, sən onun əsiri olarsan. Yuxularını qoru ki, həyatın qorunsun. Bu geniş söhbətimizin daha çox insana çatması, daha çox insanın bu səhvlərdən dönməsi üçün sənin dəstəyinə ehtiyacımız var.
Zəhmət olmasa videonu bəyən. Kanalımıza abunə ol və rəy bölməsində öz ürək sözlərini yaz. Sizcə yuxular gələcəkdən xəbər verirmi? Başınıza gələn maraqlı hadisələri bizimlə ad çəkmədən bölüşə bilərsiniz. Allah gecənizi nur, gündüzünüzü aydın etsin. Yuxunuz şirin, yozumunuz xeyir olsun. Hələlik Allah amanında.